Ya Allah, məni qınamayın. Bizim NASA'da təcrübə keçən bəzi zəhmətkeşlər tez-tez məni də dəvət edirlər ki, cəmaət Marsa uçur, sən nə danışırsan? Yaxud əlimə kitab götürüb danışıram, deyirlər ki, nağıl danışma, kitab oxu. Yeri gəlmişəm uşaqlıqdan oxuyuram bunları, məsləhət də görürəm ki, yaxşı kitablardır. Nağıl demişkən, storytelling bilirsiniz nədir? Deməli, storytelling hekayə danışmaq sənətidir və insanlara məlumat, hiss və ideyaları hekayə vasitəsilə ötürmək üsuludur. Bu metod dinləyicinin diqqətini cəlb edir, yaddaşda qalma effektini artırır və emosional bağ yaradır. Marketinqdən tutmuş təlim, liderlik və ya motivasiyaya qədər bir çox sahədə istifadə olunur. Bəli, cəmaət storytellingi öyrənmək üçün bilirsiniz nə qədər pullar xərcləyirlər? Əzizlər, yorulmadınızmı? Nə qədər eyni sözləri deyərlər. Biraz kreativ olun da. Mənə deyirsiniz, əsrlərdir eyni nağıllar. Bəs siz əsrlərdir çevir tatı, vur tatı etmirsiniz. Bax, hələ Quranda deyilir ki, Peyğəmbərə də deyirdilər ki, bunlar keçmişdəkilərin nağıl və əfsanələridir. Özünüzü alim, kənardakıları cahil və kütlə hesab edirsiniz. Yaxşı, məyər sizin söylədikləriniz özü kütlə söhbətləri deyilmi? Mən uzaqbaşı lap pis halda xalq yaradıcılığı, şifahi xalq ədəbiyyatı danışmış olacağam ki, bununla da insanları yaxşı insan olmağa səsləyirəm. Bəs siz hansı nailiyyət qazanmısınız? Elm oxuyun, din cahillikdir. Bu cür sözlər səbəb olur ki, bəzi inanclı namaz qılanlar utanır, öz inanclarını gizlədirlər. Vay, heç kim namaz qıldığımı bilməsin, birdən mənə molla deyərlər. Əziz gənclər, kitab demişkən, oxu deyirlər və sizə təqdim edirlər ki, güya siz inanclı kəslər kafirin icad etdiyi şeylərdən istifadə edirsiniz. Boş və yalan sözlərdir. Yeri gəlmişkən, məsələn, gəlin sizə belə bir kitab tövsiyə edim. 50 Nobel mükafatçısı. Onlar Tanrıya inanırdılar. Bu kitabı mütləq oxuyun və görün ki, sizi necə alladıblar. Sanki dünyada bütün elmi nailiyyətlər dinsiz kəslər tərəfindən edilib. İnanclı adamlardan bu dünyaya bir xeyir gəlməyib. Burada nəyə ki, Nobel mükafatçıları, hətta digər alimlərin imanlı kəslər olduqları isbat edilib. Özdəki hamısı da dəlil sübutla yazılıb. Onlar bu inancdan utanmayıblar. Burada sünni, şiə, pravoslav, katolik, yahudi, buddist söhbəti yox, yaradıcı Tanrıya inancı olanlardan gedir. O kəslər ki, axtarışda olublar, Allahın feillərini, yaradılış sistemini tədqiq edib son dərəcə heyranlıqda qalıblar. Kimsə oradan gülür və deyir ki, bəs müsəlmanlar tələsməyin. Elmin tarixi və müsəlman alimlər. Bu adda onlarla kitablar var. Bu kitabda Xarəzminin riyaziyyatdakı yeniliklərindən, İbn Sinanın tibbi yeniliklərindən, İbn Heysəmin optikanın kəşfindən, Birunidən, Batanidən, Tusidən və sair alimlərdən söz açılıb. Tesla'dan söz açılanda timsah göz yaşları axıdırsınız ki, onun elmi nailiyyətlərini mənimsəyiblər. Kaş biləydiniz ki, nə qədər İslam aliminin elmi nailiyyətlərini özəlləşdirmiş qərb alimlər olub. Desəniz ki, son illərin müsəlman alimlərinin ixtirasını göstər, bunun bəhsi ayrıdır. Əziz NASA aşiqləri, mənə şərh yazarkən vaxtınıza heyfiniz gəlsin. Ondansa YouTube'da Mars haqqında da məlumat əldə edin. Məsələn, nağıl adlandırdığınız Quranda Mülk surəsinin 3 və 4-cü ayələrində oxuyuruq. 7 göyü bir-birinin üzərində təbəqələr şəklində yaradan odur. Sən rəhman olan Allahın yaratdığında heç bir ziddiyyət və qüsur görməzsən. Yenə diqqət yetir. Heç onda bir çat, pozuntu görürsənmi? Sonra təkrar bax, nəhayət gözlərin yorğun və gücsüz halda özünə tərəf dönəcək. 7 göy təbəqə nə deməkdir? Bu ayrı məsələdir. Deməli, Quran bu ayələrdə cəmaata göstəriş verir ki, varlıq aləminə ən azı 3 dəfə baxsınlar və onun sirlərini öyrənsinlər. Başqa sözlə dəfələrlə diqqət etsinlər. Bu heyrətamiz sistemdə bir qüsur tapa bilmədikdə onu yaradanı, bu dünyanın xaliqini, onun sonsuz elm və qüdrətini tanısınlar. Həqiqi elm səni yaradıcıya çatdırmalıdır. Quran geri qalmış ərəb cahiliyyət dövründə ortaya çıxmasına baxmayaraq, əksər hallarda təkid edir ki, müsəlmanlar əzəmətli varlıq aləminin sirləri haqqında düşünsünlər. Bu mətləb cahiliyyət dövründə bir anlam kəsb etmirdi. Bu özü Quranın başqa bir mənşədən gəldiyini göstərir və elm inkişaf etdikcə Quranın bu haqda təkidlərinin əzəməti daha da aydın olur. Hələ bir buna baxın, Ər-Rəhman surəsinin 33-cü ayəsində oxuyuruq. Ey cin və insan tayfası, əgər bacarırsınızsa,
Göylərin və yerin hüdudlarını aşın. Yalnız qüdrət və qüvvətlə keçə bilərsiniz. Əmir əl-Möminin əleyhissalam Kumel duasında buyurub, İlahi, sənin hakimiyyətindən və hökmündən qaçmaq mümkün deyil. Birinci təfsir budur ki, Allahın ədalət məhkəməsindən qaçmaq qeyri-mümkündür. Hara qaçsan, Allahın səltənət və iqtidarı altındasan. Digər bir təfsir isə bundan ibarətdir ki, bəşər elmi və fikri cəhətdən göylərin hüdudlarından kənarda olanları kəşf edə bilər. 21-ci əsrdir, lakin sən hələ də səma haqqında elmin bəlkə də 5%-nə nail olmusan ya yox. Hər biraz öyrəndikcə nə qədər şey bilmədiklərini görürsən. Əgər elm səni yaradıcıya çatdırırsa, səni mənən inkişaf etdirirsə və öz həddini bildirirsə nə gözəl. Yox, o elm ki, insanı haqdan saptırır, Allahı qoyub nəfsə, şeytana itaati labud edir, həm də insan qətillərinə, təbiətin məhvinə səbəb olur. Alın o elminiz, o da siz. Mənə bu lazım deyil. Mənim oxuduqlarım məni bura gətirib çıxartdı. Sizin oxuduqlarınız hara çatdırır? Allah sizi müvəffəq etsin.